Axşamınız xeyir olsun. Bugün sizler üçün maraqlı bir mövzu, təfəkkür mövzusunu izah edəcəm. Bəzən deyirlər ki, filan kəsin çox güclü təfəkkürü var. Görəsən təfəkkür nədir? Hafizə ilə təfəkkürün fərqi nədir? Hafizə bizim əzbərimizdir, təfəkkür isə beynimizdə olan məlumatların başqa bir şeyə dönməsidir. Yəni təfəkkür artıq bizim yeni bir məhsul istehsal etməyimiz, hafizəyə qiymətləndirməyimiz, onu çevirməyimiz, fərqləndirməyimiz, müqayisə etməyimiz, artıq insanların təfəkkürü üç nöqtədən yanaşma ilə mümkün olacaq. Yəni bir hadisəyə məntiqi nöqteyi nəzərdən yanaşacaq, tənqidi nöqteyi nəzərdən və yaradıcı nöqteyi nəzərdən. Deməli, hadisələrə məntiqi, tənqidi, yaradıcı nöqteyi nəzərdən yanaşacaq. Ona görə də fikirləşməyin ki, təfəkkür elə bir şeydir ki, yalnız bu savadlı adamlar üçündür. Bir insanın təfəkkürü olmasının onun ali təhsilli olması anlamına gəlir. Xeyr, orta təhsilli, hətta heç təhsili olmayan birinin də təfəkkürü ola bilər. Ona görə də faktlara əsaslandırmaq, bacarmaq, mübahisə etməyi bacarmaq, hadisəni düzgün təhlil etməyi bacarmaq, orijinal məhsul hazırlamağı bacarmaq, yəni faktlar əsasında fikrini əsaslandırmaq, haqlı tərəfdən yanaşmaq, qalib olanı haqlıdan ayırmaq, fikrini sonucan aparmağı bacarmaq, yəni bunlar hamısı insanın təfəkkürünün inkişafına aiddir. Səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək, bir hadisənin ardıcıllığını bilmək, bunlar hamısı təfəkkürlə bağlıdır. Bugün biz bu üç təfəkkürdən məntiqi təfəkkür haqqında danışacağıq. Bəs məntiqi təfəkkür nədir? İnsanın məntiqli olması hardan qaynaqlanır? Bəzən deyirlər ki, hər hansı bir şeyi həll edə bilməyəndə, deyirlər bəlkə hadisəyə məntiqini işlədəsən, məntiq tərəfdən, bəlkə məntiqini işə salasan, hardasa bir çətinlik çəkəndə, sualın cavabını tapa bilməyəndə məntiq tərəfdən yanaşır. Məsələn, mənim özüm hansısa bir imtahana gedirəm. Məsəl üçün, nə qədər imtahanlarda iştirak etmişəm. Məsəl üçün, MEDED-ə getmişəm, direktorların işə qəbuluna getmişəm, bir çox imtahanlara getmişəm. Deməli, özümü sınamaq üçün hər zaman gedirdim. Həmçinin də özüm də təlimçi olduğum üçün bir sıra imtahanlarda iştirak etmişəm. Baxın, o qədər məntiqimi məsəl üçün işə salıb tapmışam ki, cavabları. Məsəl üçün, direktorların imtahanında nəyinsə cavabını bilməsəm belə, deyirlər bəlkə məntiqini işə salasan, məntiqimi işə salmışam, olmazları çıxmışam kənara, iki olan arasında qalıb ən uyğun optimal variantı seçmişəm. Deməli, burada insanın nə köməyinə çatır? Məntiqi təfəkkürünün olması. Ona görə də bəzən deyirlər ki, bəlkə məntiqini işə salasan, aşpaz da məntiqli ola bilər, bənna da məntiqli ola bilər, dərzi də məntiqli ola bilər. Yəni, biz əgər düşünsək ki, həyatda istənilən bir işin sahibi məntiqli ola bilər, həqiqətən bunu anlamış olarıq. Məsəl üçün, bir dərzi paltarı tikəndə hardan başlayıb, hardan qutaracaq, hansı ardıcıllıqla edəcək, bu onun məntiqi deyilmi? Bir aşpaz xörək bişirəcəksə, o biləndə ki, əvvəl nə etməlidir, sonra nə etməlidir, bu ardıcıllığı bilirsə, deməli onun məntiqi var. Bir barını hörən bənna belə işini məntiqlə edəndə daha səliqəli edəcək. Bəs məntiqi təfəkkür neçə yaşından formalaşır? Məntiqi təfəkkür elə uşaq yaşlarından formalaşır. Bizim övladlarımızın, nəvələrimizin əslində məntiqi təfəkkürü var. Məsəl üçün, formalaşır, amma biz bu məntiqi təfəkkürü inkişaf etdirə də bilərik. Yəni, bu məntiqi təfəkkürü boğa da bilərik. Bəs məntiqi təfəkkürü necə inkişaf etdirə bilərik? Harada olur məntiqi təfəkkür? Bəzən harasa gedirik, bizim ətrafımızda, yanımızda, maşınımızda uşaqlarımız olur. Məsəl üçün, sual verirlər ki, tutaq ki, anacan, mənə piroq alarsan, biz işimizin xatirinə bəzən sakit dur deyirik. Amma əslini düşünməliyik ki, biz axı övladımızın cavabını vermədik, sualını cavablandırmadıq. Amma canımızı qurtarmaq üçün deyirik ki, əşi sakit dur. Amma bu onun məntiqi təfəkkürünün boğulmasıdır. Əslində biz ona dedək ki, balacan, mənim pulum yoxdur, ala bilmirəm.
Bu onun cavabıdır. Ən azından uşaq bilər ki, biz piroqu ona niyə almırıq? Və yaxud da ki, tələsirəm, ona görə almıram. Yenə də bu sualın cavabı ola bilər və piroq sənə ziyandır, yemək olmaz. Yəni bunu da deyə bilərəm. Bu da sualımızın cavabıdır. Ya bəzən deyərəm ki, qarşıdakı mağazada daha ucuzdur, oradan alacağam. Bu da o sualın cavabı ola bilər. Yəni biz övladımızın və ya nəvələrimizin cavabını məntiqli şəkildə verməliyik. Amma yox, kefim belə istəyir, almaq istəmirəm. Bu əslində o balacaların məntiqi təfəkkürünün boğulmasıdır. Bəzən sual verirlər, balacalar görmüsüz. Gül niyə qırmızıdır, günəş niyə sarıdır, külək əsən ağaclar niyə tərpənir, yarpaq niyə yaşıl olur? Yəni bu niyələri bizə dayanmadan verir bu uşaqlar. Amma biz səbirlə onların suallarını cavablandırmalıyıq və bununla da onlarda məntiqi təfəkkürün inkişafına dəstək olmuş oluruq. Gənc analarımız, gənc atalarımız, mən hər birisindən xahiş edirəm ki, övladların suallarını cavablandırsınlar. Yəni kimsə uşaq baxıcısı tutursa, bu demək deyil, onun analıq, atalıq hissi getdi. O öz övladına vaxt ayırmalıdır. Onun nitqinin inkişafı, məntiqi düşüncəsinin inkişafı üçün, gələcəkdə şəxsiyyət kimi formalaşması üçün mütləq ona vaxt ayırmaq lazımdır. İstər məktəb direktoru ol, istər nazir ol, istər müəllim ol, istər hər hansı bir müəssisənin rəhbəri ol, fərqi yoxdur. Övladına vaxt ayırmalısan. Ona görə də məntiqi təfəkkür, elə səbəb-nəticə əlaqəsinin tapılması, hər hansı bir problemin sadə həll yolu, səmərəli həll yolu, asan həll yolu və məntiqi təfəkkür hər hansı bir hadisənin başlama səbəbini müəyyənləşdirmək, faktlar arasında əlaqəni qurmağı bacarmaq, mühakimə yürütməyi bacarmaq sənin məntiqli olmağındır. Bir də deyəcəm bunları, səbəb-nəticə əlaqəsini bilmək, problemin sadə asan yolunu tapmaq, faktlar arasında əlaqəni tapmaq. Bax, mən demirəm ki, məsəl üçün, hər hansı bir şeydə mühakimə yürüt, öz nəzərindən, öz nöqteyi nəzərindən, xeyr, öz nöqteyi nəzərindən tənqidi təfəkkürdə deyəcəyik. Faktlar əsasında, məsələn, bu nə deməkdir faktlar əsasında? Fikrini əsaslandırmaq. Birinə deyirsən ki, zərfin də əsas nitq hissələrinin biri olan zərfinə necə sualı var. Biri sənə deyir, zərfin necə sualı yoxdur. Necə sifətin sualıdır. Sən bunu sübut eləmək istəyirsən. Deyirsən ki, ağac, məsəl üçün 7-ci sinif Azərbaycan dili filan səhifəsində var. Zərfin suallarının içərisində necə də var. Tərzi hərəkət zərfliyinin də sualı var necə. Bəli, sən onu nə elədin? Faktla sübut elədin. Açdın, göstərdin. Bax, bu sənin məntiqi təfəkkürün olmasıdır. Faktla sübut elədin və yaxud deyirsən ki, tutaq ki, ismin hallarının təsirli halı deyir, cümlədə xəbər ola bilmir. Biri deyir, yox, nə danışırsan? Bütün hallar xəbər ola bilir. Deyirsən ki, aç filan səhifədə, filan qaydada var. Orada yazılır. Yenə sən faktı sübut etdin və yaxud deyirsən ki, F bərabərdir mənfi n. Məsəl üçün deyir ki, yox, inanmırsan, aç bax, qüvvə əks qüvvəyə bərabərdir, kitabda var, bu da bir faktdır. Və yaxud sulfat turşusunun formulunu birinə sübut eləmək üçün sən açıb kimya kitabından H2SO4 olduğunu göstərəcəksən. Bu da faktın sübutu etməkdir. Yəni, faktları sübut etməyi bacarmaq. Faktlar arasında əlaqəni mühakiməni deyək ki, bu sənin məntiqi təfəkkürünün olmasıdır və hadisənin başlanma səbəbini müəyyən etmək. Yəni, bu hadisənin başlanğıcını və sonunu, yəni başlanğıc və son nədir? Hadisədən nəticə çıxartmaq, hadisəni ümumiləşdirmək. Deməli, bu da sənin məntiqi təfəkkürünün olmasıdır və qruplaşdırma açar sözünün özü də elə məntiqi təfəkkürə aiddir. Deməli, biz nə dedik? Dedik ki, səbəb-nəticə əlaqəsi, hər hansı bir problemin sadə səmərəli yolla həll etmək, hadisənin başlanğıcı sonunu müəyyənləşdirmək, yəni ümumiləşdirmək, nəticə çıxartmaq, qruplaşdırmaq, faktlar arasında əlaqəni müəyyənləşdirmək, bu sənin məntiqi təfəkkürünün olmasıdır. Burada bir qruplaşdırmaq sözü dedim. Deyəcəksiniz nəyi qruplaşdırmaq? Tutaq ki, müəllim sadə düzəltmə mürəkkəb sözləri yazıb deyir ki, bunları cədvəl üzrə qruplaşdır. Hansı sadədir, hansı düzəltmədir, hansı mürəkkəbdir. Əlbəttə ki, burada məntiqimiz bizə kömək edəcək və burada yaratmırıq, nə də burada qiymət vermirik hadisəyə.
qruplaşdıracağıq, hərəni öz yerinə yığacağıq. Bu da bizim məntiqimizdir. Və ya müəllim qarışıq bucaqlar verib riyaziyyatdan, deyir ki, kör bucaq, iti bucaq qruplaşdır. Hansı bucaqlar kördür, hansı itidir? Bunları qruplaşdır. Bu da sənin məntiqindir. Burada da tənqidi nöqteyi nəzər yoxdur. Burada nə yaratmaq yoxdur və yaxud da əməllər sırasını həll eləyəcəksən. Misal, məsəl həll eləyəcəksən. Burada nə tənqidi düşüncə yoxdur, ya yaratmaq yoxdur. Və yaxud sözü fonetik təhlil edəcəksən. Məsələn, sənə kitab sözünü veriblər ki, fonetik təhlil et. Burada nə sənin tənqidi düşüncən lazım deyil, nə də yaratmağın lazım deyil. Məntiqin olsa biləcəksən ki, fonetik təhlil orfepeyə görə olur. Deməli, biz tələffüzü təhlil edəcəyik. Burada da yenə sənin məntiqin işə düşəcək. Fizikadan məsələ həll eləyəcəksən, kimyadan bir tapşırıq həll eləyəcəksən, ədəbiyyatdan deməli, hadisələrdən nəticə çıxaracaqsan, tarixi hadisənin başlanma səbəbini, bitməsini ümumiləşdirəcəksən, nəticə çıxaracaqsan. O da sənin məntiqi təfəkkürünün olmasıdır. Və yaxud hadisənin neçənci ildə olduğunu deyəcəksən, bu da sənin faktı sübut etməyindir. Bu da deməli olacaq məntiqi təfəkkürünün olması. Bu müharibə hansı ölkələr arasında olub? Məsələn, vulkanla zəlzələni müqayisə elə, torpaq sürüşməsi ilə tutaq ki, zəlzələni müqayisə elə. Bunlar yenə də sənin məntiqi düşüncənin olmasıdır. Deməli, müqayisə edəcəksən, fərqləndirəcəksən, qruplaşdıracaqsan, nəticə çıxaracaqsan. Deməli, səbəb-nəticə əlaqəsini biləcəksən, faktlar arasındakı əlaqəni biləcəksən, hadisənin başlanmasının sonunu müəyyənləşdirəcəksən, problemi sadə, səmərəli yolla həll eləyəcəksən. Bu da sənin məntiqi təfəkkürünün olmasıdır. Deməli, məntiqi təfəkkürə biz yenə qayıdacağıq. Yəni, məntiqi təfəkkür var olan bir şeyləri sənin etməyindir. Burada nə sənin hadisəyə qiymət verməyin yoxdur, ya burada nə də sənin orijinal bir nəsə hazırlamırsan, orijinal bir şey çıxartmırsan ortaya. Deməli, əgər mən desəm ki, şagird tənlikdə, tutaq ki, tənliyin kökünü tapır, bu hansı təfəkkürdür deyəcəksiniz məntiqi. Şagird sintaksis təhlil edir, məntiqi təfəkkür. Şagird morfoloji təhlil edir, fonetik təhlil edir. Fizikadan tutaq ki, hər hansı bir məsələni həll edir, kimyəvi reaksiyanı həll edir, kimyəvi reaksiyada katalizatoru müəyyənləşdirir. Tutaq ki, kök, gövdə deməli haqqında danışır, biologiyadan bitkinin orqanları, məsəl üçün, şərq bildirir, fikir bildirir. Deməli, bunlar hamısı məntiqi təfəkkürün olmasıdır. Azərbaycan dilində istənilən tapşırıq, yəni inşa yazmağı filan hələ qoydum bir kənara. Məsəl üçün, sözləri cümlədə işlədəcək, hecalara böləcək, ahəng qanuna tabe olan sözləri tapacaq, olmayanı tapacaq və yaxud riyaziyyatdan kvadratın sahəsini hesablayacaq, bir trigonometrik eynini eləyəcək, məsəl üçün iş məsələsi eləyəcək, nə eləyir eləsin. Bunların hamısı məntiqi düşüncənin, məntiqi təfəkkürün olmasıdır. Deməli, əzizlərim, indi isə sizə düşünmə formaları haqqında danışacağım. Yəni, təfəkkürdə hansı düşünmə formaları var? Öncə induktiv düşünmə və deduktiv düşünmə haqqında danışacağım. Deməli, induktiv düşünmə və deduktiv düşünmə, yəni deməli, induktiv düşünmə nədir? Deduktiv düşünmə nədir? Baxın, biz hər gün nə isə öyrədirik şagirdlərə. O şagirdlər üçün induksiyadır. Həmişə dərsin tipi müəllimlər gündəlik planlaşma yazanda orada yazılır ki, dərsin tipi induktiv dərs, deduktiv dərs. Orada dərs induktiv dərs hesab olunur ki, yeni bilik verən dərsdir. Yeni bilik verir. O dərs deduktiv dərsdir ki, şagird onu haçansa öyrənib, bugün onu tətbiq edir. Artıq onun üçün praktikaya çevrilib, bacarığa çevrilib. Yəni bunun üçün deduksiyadır. Amma nə zamansa induksiya olub. Baxın, bugün mən adlı kalı öyrədirəm şagirdlərə, sabah yəli kal, yönlü kal, təsirli kal, yerli kal. Mən hər gün birini öyrədirəm. Şagird üçün bunlar induksiyadır. Nə zaman ki mən ona deyəcəm,
Qarabağ sözünü fonetik təhlil et, Qarabağ sözünü hallandır. Artıq bu onun üçün deduksiyadır. Niyə? Artıq onu hər gün induksiyalar olur. Azdan çoxa doğru, təkdən cəmə doğru, xüsusidən ümumiyə doğru addımlayır. Sanki induksiya bir damcılardır. Bugün bir damcı aldın, sabah bir damcı aldın, bürsin bir damcı və okean mənim əlimdədir. Artıq mən bir dənizə sahibəm. Artıq mənə nə desələr oradan deyəcəm. Sanki biz hər gün başımıza yığırıq. Şagirdlərin indi öyrəndiyi və onun üçün yeni olan məlumat onun induksiyasıdır. Amma özü bacaracaqsa onun deduksiyasıdır. Yəni, əgər nümunə birincidirsə, sonda qaydanı öyrənəcəksə, bu onun üçün induksiyadır. Yox, müəllim birbaşa gedib qaydanı deyəcəksə, qaydadan sonra nümunəyə gələcəksə, bu onun üçün deduksiya olacaq. Gəlin bunu nümunələrlə deyək. Məsəl üçün, deyirəm ki, yaşıl, qırmızı, mavi, sarı, bənövşəyi əlamət bildirən sözlərdir. Bu nümunədir, düzdürmü? Bunu uzada da bilərəm. Gözəl, qəşəng, çirkin, eybəcər uzadarıq bu siyahını və sonra ikinci hökm, əlamət bildirən sözlər sifət adlanır. Bu artıq oldu qayda. Birinci dedim, bundan nümunə gətirdim əlamət bildirən sözlərə, sonra artıq peçatını vurduq. Dedik ki, əlamət bildirən sözlər deməli adlanır sifət. Yəni qaydanı dedim. Deməli bu induksiyadır. Yəni təkdən cəmə doğru, qaydaya doğru getdik. Yəni azlar gedir, sonra olur çoxlar, bir qayda halına düşür. Və yaxud da deyirəm ki, 5-ci, 10-cu, 50-ci, 100-cü sözlərin varlığı sırasını bildirir. Sonra deyirəm, varlığın sırasını və miqdarını bildirən sözlər sayı adlanır. Yenə bu yenə olacaq induksiya. Çünki nümunədən qaydaya doğru getdim. İndi görün necə deyəcəm. Birinci hökm, varlığın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İkinci hökm, ona görə də məktəb, kitab, Türkiyə, Şuşa, Ağdam, Laçın, Həsənova sözləri isimdir. Deməli, burada birinci qaydanı dedim, sonra isə nümunə gətirdim. Bu isə deduksiya olacaq. Yəni, tam birincidir. Yəni, isim bir tamdır, bir qaydadır. Amma buna Qarabağ da ola bilər, Şəki də ola bilər, Şirvan da ola bilər, Lalə də ola bilər, kitab da ola bilər, alma da ola bilər. Bu isə artıq nümunələrdir. Qayda birinci, nümunə ikinci, deduksiya nümunə birinci, qayda ikinci, induksiya. Yəni, induksiya bir təkdir, induksiya bir təkdir. Şagird A vur B bərabərdir, B vur A düsturundan istifadə edərək bilir ki, 6 vuraq 5 bərabərdir, 5 vuraq 6. Yəni, birinci nə dedim? Qaydanı, yəni deyirəm ki, şagird A vur B bərabərdir, B vur A. Yəni, vurğuların yerinin dəyişməsi qanunu, yer dəyişmə qanunu düsturundan bilir ki, çünki qaydanı öyrənir, bilir ki, 6 vur 5 bərabərdir, 5 vuraq 6. Məsəl üçün, şagird F bərabərdir A kvadrat düsturundan istifadə edərək tərəfi 7 sm olan kvadratın sahəsini hesablayır. Deməli, burada neynədir? Yenə deduksiya olacaq. Niyə? Birinci düstur var, qayda var. Düstur var, qayda var, sonra ona bir nümunə gətirəcək. Bu tərəfdən 7 sm kvadrat ola bilər, tərəfi 15 sm kvadrat ola bilər. Əsas məsələ nədir? Birinci deduksiyadır, yəni bir qayda var. Yəni deyirəm ki, Ləman 7-ci sinifdə oxuyur, birinci hökm. Ləman 7-ci sinifdə oxuyur, ikinci hökm. 7-ci sinifin bütün qızları şahmat yarışında qalib oldular. Deməli, bu nəticəsini deyəcəm. Nəticə, deməli, Ləman daha qaliblər sırasındadır. Birinci dedim, Ləman 7-ci sinifdə oxuyur. Ləman bütün 7-ci sinifin hamısı ola bilməz ki, Ləman bir təkdir. Yəni, Ləman 7-ci sinifdə oxuyur. Sonra deyirəm ki, 7-ci sinifin bütün qızları şahmat yarışında qalib oldular. Və bütün qızları dediyimə görə artıq burada peçatı vurduq, qaydanı qoyduq və sonra deyirəm, ona görə də Ləman da qaliblər sırasındadır. Deməli, birinci Ləmanı dedim, Ləman bir induksiyadır, təkdir və getdi hara? Bütün qızların içinə, yəni təkdən cəmə doğru, azdan çoxa doğru. Deməli, olacaq bu induksiya. Amma görün indi, necə dəyişəcəm? Deməli, 9-cu sinifin bütün şagirdləri idman yarışında qalib oldular.
Samir 9-cu sinifdə oxuyur. Deməli, Samir də qalib olub. Amma birinci görün nəyi dedim? 9-cu sinifin bütün şagirdləri qalib olub. Bütünü birinci dedim. Sonra Samir'i bütünə bir nümunə gətirdim. Sonra da Samir'in qalib olmasının peçatını vurdum. Deməli, birinci nə dedim? Bütün şagirdlər. Bütün birinci deyirəmsə, bütünü. Bütün bir qaydadır. Bütünü birinci deyirəmsə, deduksiyadır. Yo təki deyəcəmsə, bu olacaq induksiya. Baxın, bu meyvələr də ola bilər. Məsələn, deyirəm ki, bütün tərəvəzlər faydalıdır. Bütün tərəvəzlər faydalıdır. Sonra deyirəm ki, biber tərəvəzdir. Deməli, biber də faydalıdır. Bütün tərəvəzlər faydalıdır. Bütün tərəvəzlər. Deməli, bütünü birinci dedim. Sonra dedim ki, biber də tərəvəzdir. Deyirəm onda biber də faydalıdır. Deməli, bu da olacaq deduksiya. Bəli. Deməli, deduksiyadır artıq bu. Deməli, tam birinci, nümunə ikincidirsə deduksiya. Əgər nümunə birinci yox sonra gəlib qaydaya çıxacaqsa, bu isə artıq olacaq induksiya. Yəni nümunə öncə, qayda sonra. Əgər bir şagird işıqfor qaydalarından istifadə edərək yolu keçirsə, işıqfor qaydalarından deməli bu onun üçün deduktivdir. Nə zamansa induktiv olub, amma indi qaydadan istifadə edir, yolu keçir. Artıq bu onun üçün deduksiyadır. Yəni azlar birincidir. Tama gəlib çıxırıqsa, bu olacaq induksiya. Yox, tam mənim əlimdədir. Baxın, belə bir nəticəyə gələrik ki, sizin, məsəl üçün, şagirdlərə etdiyiniz KSG-lər, kiçik summativ qiymətləndirmələr deduksiyalardır. Çünki gündəlik formativlərdə induksiya olub o. Nə zamansa induksiyalar olub və sonra müəllim nə deyir? Deyir ki, aç sandığı, tök pambığı, görüm nə yığmısan başına, yaz görüm necə yazacaqsan. Bu artıq onun deduksiyasıdır. Yəni artıq müəyyən bir bacarığa sahibdir. Deməli, mənə elə gəlir ki, deduksiya və induksiya artıq sizin üçün aydındır və buna yenə qayıdacağıq biz. İndi isə sizə divergent və konvergent düşünmə haqqında danışacağım. Deməli, ümumidən xüsusiyə deduksiyadır. Ümumidən xüsusiyə deduksiyadır. Ümumi çoxdur, ümumidən xüsusiyə deduksiyadır. Amma xüsusidən ümumiyə doğru bu artıq olacaq induksiya. Baxın, təsəvvür eləyin ki, Lalə, Ləman, Nigar ayrılıq da bir induksiyalardır. Amma bütün şagirdlər isə deduksiyadır. Yəni biz artıq yavaş-yavaş addımlayırıq, tama doğru gedirik. Yəni induksiyalarla. Bir də bunun yekununda deyim ki, elə deduksiya induksiyanın nəticəsidir. Yəni induksiya olmasa deduksiya olmaz. Yəni hər bir deduksiya induksiyanın nəticəsidir. Nə zamansa induksiya olub, sonradan deduksiyaya çevrilib. Və konvergent və divergent düşünmə haqqında danışacağım. Deməli, konvergent düşünənlər necə düşünənlərdir? Onlar sınanmış yoldan istifadə edirlər. Hər hansı bir problemi bir yolla həll edirlər. Məsələn, bir yola qane olurlar. Amma divergent düşünənlər isə sınanmışda istifadə etməli. Yəni, alternativ axtarırlar. Başqa yollar axtarırlar. Məsələn, birinin evinə qonaq getmişsiniz, orada gətirib sizə bir piroq qoyub yemişsiniz. Və piroqu yesən deyirsən, bəhbəh nə gözəldir. Bunun içinə nə qatmısan? Deyir, bu qədər un, bu qədər şəkər, bu qədər kabartma tozu. Yəni deyirsən, hə, mən isə gedim evimdə bu piroqdan hazırlayacağam. Deyirsən, amma birdən başqa cür eləyərəm, yanar, yəni çiğ olar, nə bilim, nəsə olar, risk etmirsən. Fikirləşirsən ki, elə bu anam, nənəm necə eləyibsə, yəni onunla gedim də, sınanmışla eləyim. Xalam, bacım, rəfiqəm necə eləyibsə, onunla gedim. Sınanmış yoldan istifadə edirsən. Problemi bir həll yoluna qane olur. Bunlar konvergent düşünənlərdir. Və ondan fikir və ideyanı qiymətləndirirlər. Deyirlər ki, əladır, bəsdir, mükəmməldir, başqa yolu niyə axtarım ki? Bu konvergent düşünənlərdir. Amma divergent düşünənlər isə fikirləşirlər ki, əşim, nə olsun ki, o belə eləyib? Qoy mən piroqun üstünə kokos da əlavə edeyim. Qoy internetə girim, görüm orada necə eləyib. Qoy rəfiqəm tutaq ki, Ayşə xanımı zəng vurum görüm o necə eləyib. Mənim anam, nənəm necə eləyir?
Yəni deməli artıq burada nə edir? O alternativlər axtarır. O da piroq bişirəcək sonunda, amma fikirləşir ki, mən deməli başqa bir yollar qatıb bura, qatqım olsun. Bu artıq divergent düşünənlərdir. Biraz konvergent düşünənlər tənbəllərdilər, Lori dildə desək. Deyir, əşi bu əladır da, qiymətləndirirlər. Yəni problemin bir həll yoluna qane olurlar, sınanmış yoldan istifadə edirlər, fikir və ideyanı qiymətləndirirlər. Amma divergentlər isə alternativ yollar axtarırlar, yeni yollar axtarırlar və onlar generasiyası, yəni fikir və ideyanın generasiyasını axtarırlar. Yəni baxın necə ki, gələcək biologiya o deyir ki, kərtənkələlər quyruğunu itirir, bu heyvanlarda itirilmiş quyruğunun yerinə yenisi bərpa olunur. Baxın ona deyirlər ki, regenerasiya deyirlər biologiyada. Baxın, deməli, onu bilirəm ki, baxın, burada da fikir və ideyanın generasiyası baş verir. Bərpa olur, yeni fikirlər gəlir beynimə. Bəlkə belə eləyim, bəlkə bu cür eləyim, bəlkə bunun içinə bunu da qatım, bəlkə bunu qat-qat eləyim, bəlkə buna qlazur hazırlayım, şokoladlı edeyim. Deməli, ona görə mən artıq nə edirəm? Alternativ yollar axtarıram, başqa yollar axtarıram. Deməli, konvergent düşünənlər fikir və ideyanı bir yolla qanıyorlar, divergent düşünənlər isə alternativlər axtarırlar, başqa yollar axtarırlar. Onlar fikir və ideyanı toplayırlar. Deməli, əzizlərim, növbəti düşünməmiz olacaq analitik düşünmə. Analitik düşünənlər necə düşünürlər? Deməli, analitik düşünənlər hər hansı bir fikri, ideyanı, problemi, böyük bir problemi parçalayıb həll etmək. Yəni burada əsas şüar kimi yadımızda saxlayırıq. Parçala həll et, böl həll et, xırdala həll et. Bəzən biz həyatda elə bir problemlə rastlaşırıq ki, düşünürük ki, bu qədər problemin öhdəsindən necə gələcəm mən? Bu qədər problemin öhdəsindən necə gəlim? Axı bu çox çətindir. Burada nə edirik? Analitik düşünməmiz işə yarayır. Bəlkə mən bunu azad eləyim. Niyə özümü öldürürəm ki, bu qədər birdən eləməliyəm? Tutaq ki, girmişik evimizə, ona bənzəyir. Baxırıq, ay Allah, şüşəmiz çirkli, tutaq ki, şkaflar çirkli, yer toz soranlamalıdır, qablar yuyulmalıdır, mətbəx yığışdırılmalıdır. Ay aman mən bunu neyniyəcəm? Başım şişdi, bu qədər işin öhdəsindən necə gələcəm? Bu zaman analitik düşünməmiz köməyimizə çatır. Niyə özünü öldürürsən? Pəncərələri aç, birinci bir evi toz soranla, ondan sonra şkafları sil, dipçəkləri ondan sonra su dök, ondan sonra mətbəxə keç. Bir də görəcəksən iş bitdi. Yəni burada nə gəlir köməyə? Analitik düşünmə. Yəni analitik düşünməmiz çətin problemləri xırdalayıb, parçalayıb həll etmək. Yəni bizim təhlil bacarığımızın olması, xırdalamaq, asan yolla parçala həll et. Yəni mürəkkəbi xırdala həll et. Yəni deviz artındə bunu öyrənəcəksiniz. Yəni burada şüar nədir? Parçala, problemi həll et. Xırdala həll et. Mürəkkəbi az-az həll et. Bu isə olacaq analitik düşünməmiz. Deməli, əzizlərim, növbəti düşünməmiz analoji düşünmədir. Baxın, analitik başqadır, analoji başqadır. Bəs nədir analoji düşünmə? Analoji düşünmə hər hansı bir şeydə analoq tapmaqdır. Bəzən deyirlər ki, filan xanım nə qədər gözəldir, analoqu yoxdur, bənzəri yoxdur. Deyirlər ki, filan kəsin elə gözəl istedadı var ki, zalım qızı deyir, analoqu yox deyir, onun bənzəri yoxdur. Filan kəs necə gözəl aşbazdır, qoçaqdır, analoqu yoxdur, bənzəri yoxdur. Yəni filan kəs necə səliqəlidir, analoqu yoxdur. Bəzən deyirlər ki, filan kəs elə tənbəldir ki, analoqu yoxdur. Bu da var. Filan kəs belə qoçaqdır ki, analoqu yoxdur. Filan kəs elə savadlıdır ki, analoqu yoxdur. Analoqu yoxdur, bənzəri yoxdur deyirik. İki hadisəni eyniləşdirmək, oxşarını, bənzərini tapmaq analoji düşünmədir. Baxın, bilirsiniz nəyə bənzəyir? Yenə gələcəm həyata fənlər üstü inteqrasiya. Deməli deyirlər ki, bəyin oranlaması terminində deyir ki, o əjdahadan bizdə niyə yoxdur? O əjdahadan bizdə niyə yoxdur? Sanki analoji düşünmə budur. Filan yerdə bu var, bizdə də var və biz bundan niyə etmirik? Yəni sanki bilirsiniz necədir? Deyir ki, isti ölkələrdə banan yaxşı yetişir. Deyir bizim Kürdəmir də istidir. Bəs Kürdəmirdə niyə banan yetişmir?
Yəni hə neynədi? Kürdəmirlə hansı bir isti ölkəni, Hindistanı, Afrikanı hansı bir isti yeri eyniləşdirdi. Deməli burada nə oldu? Artıq hadisəni eyniləşdirdi. Deyir ondan bizdə niyə yoxdur? Hava eyni, iqlim eyni. Bəs bizdə ondan niyə eləyə bilmirik? Sanki filmdə deyildiyi kimi o əjdahadan bizdə niyə yoxdur? Baxın, balaca uşaqlar qartop oynamaq istəyir. Deyir ki, ay nənəcan, qoy mən gedim qartop oynayım. Bu da balaca Fatmadır. Fatma deyir, ay nənə, qoy gedim qartop oynayım da. Fatma nənəsi deyir, abala, balacasan, otur oturduğun yerdə, balacasan, xəstələnərsən. Fatma da məntiqlidir axı. Fatmanın da analoji düşünməsi var. Deyir ki, ay nənəcan, qonşumuz əsli də balacadır. Bəs o niyə gedir oynayır qartopu? Neynədi? Fatma məntiqli uşaqdır. Nənəsini yoldan çıxartdı. Dedi ki, analoji düşünüb dedi ki, deyirsən mənə balacayam deyirsən, əsli də balacadır. İkimiz də eyni yaşdayıq, balacayıq. Bəs o niyə oynayır? Deməli, ikimiz də balacayıq, ikimiz də qızıq, ikimiz eyni yaşdayıq. Bəs o niyə qartop oynayır, mən niyə yox? Nə edir? Analoji düşünməsi var. Yəni məntiqi təfəkkürü var. Analogunu tapır, oxşarını tapır, bənzərini tapır. Məsələn, şagirdimiz məktəbdə baxırıq ki, əlində telefon oynadır. Onu xatırladım ki, yeni şagird davranış qaydalarına görə məktəbə telefon gətirmək qadağandır. Yəni qətiyyən olmaz. Şagird telefon görürük, birindən alırıq, 2 nəfər də görüb, birindən almırıq. Birində qalır telefon. Şagird bizə deyir ki, ay müəllim, ikimiz də bu sinifin şagirdiyik də, ikimiz də oğlanıq, ikimizdə də telefon var. Niyə birimizdən aldınız, birimizdən yox? Analogunu tapdı, oxşarını tapdı, bənzərini tapdı. İki hadisəni eyniləşdirdi, oxşarını, bənzərini tapdı. Yəni, məsəl üçün biz yaş məsələsi deyirik, məsəl üçün həll edirik, ona bənzər bir ayrı yaş məsələsi olur. Deyirik ki, axı o yaş məsələsini bu yolla, bu düsturla, bu tənliklə eləmişdim. Bəs bu yaş məsələsini niyə edə bilmirəm? Bu da onun kimikdir. Hardasa rəqəm sərf edirik, ya nəsə edirik. Deyir ki, bəs bu da onun kimikdir, bunu niyə edə bilmirik, cavabı ala bilmirik. Deməli, bu da bizim analoji düşünməmizin olmasıdır. İki hadisəni eyniləşdirir, iki hadisəni oxşarını və bənzərini tapmaq. Deməli, xanımlar, biz bura qədər keçdik, bəsdir. Məsəl üçün, analoji düşünmə, digərlərdə qalan dəfəyə qalır. Məsəl üçün, deduktiv düşünmə, deduksiya, konvergent düşünmə, divergent düşünmə. İnduksiya, deduksiya, analitik düşünmə, bunlar. Yəni, bugünkü dərsimizdə bunlardı. Bu mövzumuz gələn dərsimizə digərlərini, yəni bir neçə hissədə keçəcəkdir bunu. Hamısını eyni zamanda deyil. Yəni, siz bacardığınız qədər tapşırıq dəftərinizə hər birisini ayrı-ayrılıqda yazmanız lazım. Məsəl üçün, ayın tarixi, mövzu adı nə idi? Yəni, mövzuda olan hər hansı bir məlumatları başlığı ilə və qarşısında öz cümlələrinizlə, öz sözlərinizlə ya yadınızda daha yaxşı qalsın deyə. Yəni, göz yadda, ola bilər kitabınız var, deyirsiniz ki, mən kitabdan izləyirəm də o rəngli flomasterlar orada bir çox insanlar edirlər bunu. Yaşıl, qırmızı, sarı, bu başqa bir şeydir. Amma sizin materialdan dəftərinizə yazmağınız göz yaddaşınızla sanki onu beyninizə yazmış kimi olursunuz. Yəni, sanki beyninizə yazırsınız, daha yaxşı yadınızda qalır o. Çətinliyi var idi, nəsə anlaşılmamazlığı var idi mı? Aça bilərsiniz səsinizi. Məncə o qədər də çətin olmadı. Belə Aha. maraqlıydı amma. Mənə məsələn Aha. maraqlı gəldi. Siz bir dənə baxın, materialdan da oxuyarsınız.
Oldu mu? Matematika Aha, kitablarını oxuyarsınız. Sonra aha, yine bu axıra çatsın. Bunlar aha, axıra çatandan sonra testlərdə işləyəndə, bir də aha, sual-cavab eləyəndə onda görəsiniz ki, nəsə bilirsiniz. Məsəl aha, üçün biz sual-cavab edəndə arada bir geri də qaydırıq da. Elə aha, görəsiniz ki, nə qədər öyrənmiş oldunuz. Bütün aha, materiallar elədir. Bütün dərslər elə ilk başlanğıcda elə olur da. Məsəl üçün mən bilmirəm, sizə məsəl çəkmişdimmi? Məsəl üçün bir adam bir yolu gedir. O yolu aha, gedəndə tanımır da yolu. Sağ deyirlər ki, bu yolu gedərsən filan yerdədir də. Kiməsə gedir, yolu ora baxır, bura gedir, yolu tanımır axı. Biraz aha, gedir, deyir, biraz çətin gəldim, tapdım, evi çətin yoldur. Amma indi o aha, yolu ikinci dəfə, üçüncü dəfə gedəndə göz yumulu da gedər. aha, Anlatabildim mi? Yəni aha, bu dərs də belə şeydir. Ola bilər ki, yəni dediyim kimi insanların yaddaşı fərqlidir, potensialı fərqlidir, həmçinin də materialda da belədir. Bir dəfədə, iki dəfədə, üç dəfədə görərsiniz ki, yəni bunu tam ayıra bilirsiniz. Sanki belə deyək də, sanki bir dənə şkafdır, şkafın gözləri var. Bu məntiqi təfəkkürdür, tənqidi təfəkkürdür. Hər rəfin gözünə birini yerləşdirməsi, yəni belə ayrı-ayrı qoymalısan. Öz düşüncənizdə bu cədvəl deyək, cızasız ki, yəni onları belə az-az yerləşdirsiniz. Mən məsələn burada budur belə. Onda tam olaraq aydın öyrənə biləcəksiniz. Həm də həm oxuyub, həm sizin danışdığınız dərsləri də dinləyəndən sonra tam anlamaq olur da, daha rahat olur belə deyək də.